Prezident İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində bu ölkənin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüş keçirib və görüş əsnasında tərəflər arasında bir sıra sahələr müzakirə olunub, xüsusilə iqtisadi, enerji, humanitar, bərpa olunan enerji və bu kimi məsələlər ətraflı şəkildə müzakirə olunub, əldə olunan uğurlar müzakirə olunub və xüsusilə strateji tərəfdaşlıq səviyyəsində, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb. Mən xüsusilə qeyd eləmək istəyirəm ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidenti arasında hərbi mövzu, hərbi sahə müzakirə olunub. Xüsusilə Əbu-Dabidə keçirilən sülh qalxanı 2026 təlimlərinin, birgə hərbi təlimlərinin iki ölkənin silahlı qüvvələri arasında operativ uyğunluğunun gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Görüş əsnasında eyni zamanda mühüm iqtisadi sənədlər imzalanıb və bu çərçivədə Cənub qaz dəhlizində İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd də imzalanıb və təbii ki, Azərbaycan prezidentinin bu ölkəyə səfəri diqqətimizdədir və yaxın günlərdə, yaxın saatlarda bizim digər verilişlərimizin vasitəsilə tamaşaçılarımıza ətraflı məlumatları çatdıracaq. Regionla davam eləmək istəyirəm, Cənubi Qafqazla. Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahının generalı, rəisi Anil Çavhan Ermənistanda səfərdədir bir neçə gündür ki və görüşlər keçirilib Ermənistanın Müdafiə Nazirliyi ilə və bu görüş əsnasında Ermənistanla Hindistandan silah tədarükünün davam etdirilməsinə dair razılıq əldə olunub. Ümumiyyətlə qeyd eləmək lazımdır ki, son illərdə Ermənistanla Hindistan arasında silah ticarəti kifayət qədər sürətlənib və bu müddət ərzində tərəflər arasında dəyəri təxminən 1,5 milyard dollar olan silah müqavilələri imzalanıb tərəflər arasında son illərdə və Hindistan bu illər ərzində Ermənistana reaktiv yayılım atəş sistemləri, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri və digər hərbi texnika tədarük edib. Və xüsusilə vurğulamaq lazımdır ki, bu proses, yəni Ermənistanın silahlanması prosesi regionda bu balansı deməli, balansın pozulmaması üçün bu mövzu diqqətlə izlənilən məsələlərdən biridir. Təbii ki, diqqətlə izlənilən məsələlərdən biri həm də qonşu İran ətrafında yaşanan gərginlikdir, Birləşmiş Ştatlarla arasında baş verən gərginlikdir və bu gərginliyin aradan qaldırılması üçün, gərginliyin əlavə eskalasiya yaratmaması üçün, müharibəyə çevrilməməsi üçün müəyyən işartıları biz görürük son günlər ərzində. Axios portalının məlumatına görə deməli, nümayəndələr arasında, yəni Birləşmiş Ştatlar nümayəndələri, xüsusilə Donald Trumpın xüsusi nümayəndəsi Steve Witkoff, eyni zamanda İranın Xarici İşlər Naziri Abbas Araqçı arasında yaxın günlərdə, cümə günü İstanbulda görüşün keçiriləcəyi gözlənilir, Axios portalının məlumatına görə və əgər bu görüş baş tutsa, bu ötən ilin iyun ayında baş verən gərginlikdən sonra söhbət 12 günlük müharibədən gedir İsrail və İran arasında. Daha sonra xatırlayırsınızsa Birləşmiş Ştatlar da bu məsələyə qoşuldu, müharibəyə qoşuldu və həmin prosesdən sonra bu Birləşmiş Ştatlar və İran arasında iki tərəfli əsasda keçiriləcək ilk görüş olacaq və bu görüş əsnasında təbii ki, əsas məsələlər müzakirə olunacaq. Bu İranın nüvə zənginləşdirilməsi məsələsidir və bir sıra digər mühüm məsələlər müzakirə olunacaq. Məlumata görə bu təmas Türkiyə, Misir və Qətərin son günlərdə apardığı diplomatik səyləri olaraq da qiymətləndirilir və bilirsiniz ki, məhz bu ölkələr regionda əlavə gərginliyin yaranmaması üçün əllərindən gələni eləyirlər. Təbii ki, bütün bu sülh işartıları fonunda biz gərginliyi hələ də müşahidə edirik. Bunu hər iki tərəfdən gələn mesajlar, açıqlamalar da sübut eləyir. Məsələn, Tehranın, daha doğrusu İranın ali rəhbəri Seyid Əli Xamneyinin müşaviri Əli Şamxani bildirib ki, əgər Birləşmiş Ştatlar yaxın günlərdə İrana zərbə endirsə, İranı
Birləşmiş Ştatların regiondakı əsas müttəfiqi hesab olunan İsrail qanuni hədəfə çevriləcək İran tərəfindən. Çünki Tehranda hesab eləyirlər ki, onlar bir yerdə hərəkət eləyirlər, ayrı-ayrı ölkə kimi hərəkət eləmirlər və əgər Donald Trump belə bir qərar versə, İsrail dərhal hədəfə çevriləcək. Paralel olaraq rəsmi Tehran açıqlayıb ki, İran zənginləşdirilmiş uranı başqa ölkəyə verməyəcək. Bu açıqlama da nəyə görə verilib? Bir neçə gün bundan öncə Reuters agentliyi belə bir iddia səsləndirmişdi ki, müharibədən qaçmaq üçün, müharibədən yayınmaq üçün İran zənginləşdirilmiş nüvə materiallarını başqa ölkəyə bəlkə ötürə bilər və bu prosesdən sonra bəlkə də münasibətlər biraz normallaşar, amma Tehran bu məsələni təqzib etdi və bildirdi ki, bu onlar üçün qırmızı xəttdir və onlar bu mövqelərini dəyişməyəcəklər, bu mövqelərində qalacaqlar. Təbii ki, bu mövqenin özü də münasibətləri bir qədər də gərginləşdirir. Münasibətlərin gərginləşməsindən danışdıq Birləşmiş Ştatlar və İran arasında, amma Birləşmiş Ştatların digər ölkələrlə münasibətləri də inkişaf eləyir. Məsələn, Trump-Modi razılaşmasından, ötən günkü razılaşmasından danışsaq bu qənaətə gələ bilərik. Amerika prezidenti Truth Social hesabında böyük bir bəyanat yaydı. Qeyd elədi ki, Narendra Modi ilə telefon danışığı apardı və bu telefon danışığından sonra Hindistan qərar verdi ki, Rusiyadan artıq neft və neft məhsulları almayacaq. Bu da təbii ki, öz-özlüyündə Rusiyanın enerji sahəsinə böyük bir zərbədir. Çünki indiki məqamda sanksiyalar dövründə Rusiyanın neftini alan əsas ölkələrdən biri idi Çinlə yanaşı Hindistan və Donald Trump'ın açıqlamasına görə artıq bu proses yekunlaşır və bundan sonra Hindistan neft məhsullarını Venezuela və ABŞ-dən deməli tədarük eləyəcək və bu ölkələrdən alacaq. Paralel olaraq Donald Trump'ın açıqlamasına görə tərəflər arasında əldə olunan ticarət razılaşmasına görə gömrük rüsumları, Hindistan mallarına gömrük rüsumları 25%-dən 18%-ə qədər endirilib. Bu da təbii ki, danışıqların nəticəsidir. Eyni zamanda Hindistan Birləşmiş Ştatlardan 500 milyard dollar həcmində məhsullar alacaq, belə bir öhdəlik götürüb üzərinə və bu məhsullar texnoloji məhsullar olacaq, kənd təsərrüfatına aid məhsullar olacaq. Rusiya-Ukrayna danışıqlarından danışsaq, son günlər bilirsiniz, Zelenski-Putin görüşü xüsusilə müzakirə olunur. Ukrayna tərəfi qeyd eləyir ki, onlar görüşə hazırdırlar, amma Rusiya tərəfi bu görüşün Kremldə, Moskvada keçirilməsi üzərində dayanır. Mövqeləri bundan ibarətdir. Kremlin sözçüsü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib ki, əgər Zelenski görüşmək istəyirsə, Moskvaya gəlməlidir. Bu, Kremlin dəyişməz mövqeyidir. Bir neçə gün bundan öncə isə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlamasında bildirmişdi ki, əgər Zelenski Moskvaya gəlmək istəsə, onun üçün bütün təhlükəsizlik zəmanətləri və onun təhlükəsizliyi tamamilə deməli təmin olunacaq. Bir qədər də Avropadan danışmaq istəyirəm. Son günlərdə Avropa ölkələri arasında münasibətlərdə bir növ soyuqluq yaranır. Bilirsiniz, Avropa İttifaqı daxilində aktiv şəkildə açıqlama verən bir yerdə deməli tədbirlərdə iştirak edən, xüsusilə Avropa İttifaqının kursunu müəyyənləşdirən ölkələr arasında biz adətən Fransa və Almaniyanın daha ön sıralarda görürdük. Amma son vaxtlar, son illərdə Fransada yaşanan istər siyasi, istər iqtisadi böhran artıq Almaniyanı Fransadan bir növ uzaqlaşdırıb və The Daily Telegraph yazır ki, Almaniya artıq Fransa ilə münasibətlərə nisbətən İtaliya ilə münasibətləri genişləndirməyə bir növ üstünlük verir. Eyni zamanda bu münasibətlərin biraz da soyuqlamasına 2027-ci ildə Fransa prezidenti Emmanuel Macronun səlahiyyət müddətinin başa çatmasıdır. Xüsusilə iqtisadi sahədə geriləmə vurğulanır tərəflər arasında və nəşrin məlumatına görə Almaniya kansleri Friedrich Merz İtaliyanın baş naziri Giorgia Meloni ilə Avropanın daha mühafizəkar baxışlar əsasında deməli yenidən qurulması ideyasına
ideyasını müzakirə edir. Təbii ki, bu ideya ətrafında Avropanın başqa ölkələri də toplaşacaq. İtaliya, Polşa, İspaniya, Niderland və Fransa da daxil ediləcək. Amma Almaniya necə deyirlər, üstünlüyü yaxın gələcəkdə gözlənilir ki, məhz İtaliya ilə münasibətlərə deməli versin. Eyni zamanda rəqəmlər də diqqət çəkir və nəşrin məlumatına görə 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 153 milyard avro, qarşılıqlı investisiyalar isə 100 milyard avrodan çox olub. Biz Avropa daxilində siyasətin təkcə siyasi sahədə yox, eyni zamanda iqtisadi enerji sahəsində olan siyasətinin də dəyişdiyini görürük. Əgər bir neçə il bundan öncə üstünlüyü əsasən yaşıl enerjiyə bərpa olunan enerji üstünlüyü verirdilərsə, artıq Avropa ölkələri, xüsusilə Yunanistan, İtaliya, eyni zamanda digər ölkələr bərpa olunan enerji mənbələrinə prioritet verən əvvəlki kursdan qismən geri çəkilir və neft və qazın kəşfiyyatı hasilatına yenidən diqqət ayırır. Bu da təbii ki, enerji sahəsində əvvəlki illərə nisbətən dəyişikliyi özündə ehtiva eləyir. Oxşar proses İtaliyada da gedir. Əvvəllər qadağan edilmiş geoloji kəşfiyyat işləri məhkəmələrin qərarından sonra artıq yenidən nəzərdən keçirilir. Bu da o deməkdir ki, yaxın gələcəkdə biz Avropada müşahidə edə bilərik ki, artıq yaşıl enerjidən yenidən onlar neft və qaz məhsullarının alışına və istehsalına, kəşfiyyatına daha çox yatırım eləyəcəklər. Təbii ki, bunu da onunla əsaslandırırlar ki, təkcə yaşıl enerjiyə yönəlmək müəyyən riskləri özündə ehtiva eləyir. Dostlar, məndən bu günlük bu qədər. Təşəkkürlər. Sağ ol, təşəkkür ederim. Çalışdıq dünyada və regionda baş verən siyasi-iqtisadi mənzərini tamaşaçılarımızın diqqətinə çatdıraq. Hörmətli izləyicilər, sizsə dünyada və regionda baş verən siyasi-iqtisadi proseslərdən məlumatlı olmaq üçün bizi izləməyi unutmayın. Sağ olun, salamat qalın. Qısa araya keçid edirik.